Şitil necə əkilir? Badımcan və reyhan şitillərini əkməyini göstərəcəm. Birinci, əgər kiçik bir sahəmizdirsə, sahəmizi hazırlayırıq və mütləq istifadə edə bilərsiniz üzvü gübrələrdən, peyindən, deməli toyuq zılından və s. bunlardan istifadə edə bilərsiniz. Mütləq ara cərgələr suvarılmalıdır, daha sonra əkim edilməlidir. Baxın, bu cür indi mən şlaklarla suvaracağam və bir bütün metodları deməyə çalışacağım. Dana dişidən necə qorumaq lazımdır, iblizdən necə qorumaq lazımdır. Bacardığım qədər metodların hamısını deməyə çalışacağım. Baxın, bu cür cərgə aralarımızı suvarırıq. Mütləq nəmləndirməlidir ki, biz bura şitili qoyan zaman şitil daha yaxşı inkişaf eləsin. Köklər torpağa daha yaxşı yapışsın və inkişaf etsin. Bu cür sulayırıq. Baxın. Mütləq peyin verməlisiniz. Peyin verən zaman da əsasən dana dişilər çox olur. Peyinin istisinə yığışırlar. Quru halda da verə bilərsiniz. Yarı çürümüş peyinlər əsasən məsləhət görülür. Baxın, bu cür dolduqdan sonra burada doldururuq. Və şitilləri əgər şitillər zəifdirsə, onları çalışın 2-2 əkin. Məsələn, reyhanları bir-bir əkmək məsləhət görülür. Amma məsələn pomidor şitilidir, baxın pomidor şitilidir. Zəif olanları çalışın 2-2 əkin ki, dana dişi məsələn birini kəsəndə birini kəsmir. Əsasən bu cür aldatmalar edirik. Mən dərmanlardan istifadə etməyə demirəm, çünki mənim əsasən işim mexanikidir və əsasən ekoloji təmiz məhsullar yetişdirmək. Baxın, bu cür islatdıqdan sonra torpağımızı bu cür islatdıqdan sonra başlayırıq şitilləri əkməyə. Baxın, məsələn bu şitilimi bura qoyuram. İlk dəfə əkənlər üçün əsasən çəkirəm bunu. Və çalışın peyindən, gübrədən istifadə edin. Və bunların hər birinin arasında da bir dənə reyhan əkəcəm. Baxın, bir dənədən bir reyhan, bir dənədən bir isə deməli, necə edirik? Buranın nəm olmağı bizim üçün daha yaxşıdır. Və özümün hazırladığım, deməli, özüm hazırlayıram bu gübrələri çalışdığım qədər. Bura əlavə edirəm çox az miqdarda. Şitilimi bura yerləşdirəm. Yatay əkmək istəyirəmsə, yatay baxın budur. Belə əkdiyim, torpaqladım yan tərəflərdən. Bitdi. Ortasına reyhan əkməyimin səbəbi odur ki, deməli, zərərvericilər uzaq olsun. Reyhanın iyinə gəlmirlər. Reyhanı da bu cür əkdim. Reyhana su verməyimə ehtiyac yoxdur. Amma bunu pomidorların arasına da əkmək olar. Məsələn, pomidorların arasına da əkmək olar. Şitil ümumiyyətlə bu cür əkilir. Və bu cür yerləşdirdik, əkirik. Dərin əkin. Çalışın, dərin əkin. Dana dişiyə qarşı da mexaniki üsullar paylaşmışam. Instagram, YouTube, TikTok səhifələrimdə var. Və bir müddət sonra da bunu əkirik. Əkdikdən sonra şitillərimizi mütləq suvarma etməliyik. Məsələn, 3 gün dalbada suvarma da edə bilərsiniz az miqdarda. Əkdiyiniz günü suvarma edin. Məsələn, quru olduğu üçün mən ora öz gübrəmdən əlavə edib şitilimi ora yerləşdirəm. Yatay yerləşdirə də bilərəm. Baxın bu cür. Balaca olduğu üçün şitillər heylə etmirəm. Amma çalışın, əgər şitilləriniz deməli böyükdürsə yatay əkin. İndi onun yatay əkimini göstərməyə çalışacağam. Və bir sonraki da şitilləri əkdik. Baxın, burada əkmişəm. Dedim göstərəm. Çalışacağım mütəmadi olaraq şitilər haqqında, suvarılması haqqında məlumat verim, necə suvarmaq lazımdır, nə vaxt suvarmaq lazımdır. Səhifəmə abunə olmağı unutmayın. Xahiş edirəm, YouTube səhifəmə dəstək olun. Bu cür faydalı videolar davamlı paylaşmağa çalışacağım. Və həmişə çalışmışam ki, yəni burada ancaq təmiz, təbii üsullarla görsədim. Mən burada dərman da istifadə edə bilərəm, amma xeyr, dərmana yox demək lazımdır. Artıq hər kəs ağzı açır, dərman deyir. Vallahi bu dərmanla bizim axırımız hara gedəcək mən bilmirəm. Çalışın az istifadə edin. Normasında istifadə edin. Demirlər ki, aqronomlar etməyin və yaxud edin. Amma çox az miqdarında istifadə edin. Başınız ağrıyırsa bir pütükdə baş ağrı dərmanını atmayın. Yarısını atın. Bitkilər də eyni elədir. Yəni bunlara elə dərmanı verim, dana dişi yeməsin, buzovburuna, glotapa və yaxud ilbiz dəyməsin. Yox, onda da torpağımız xarab olur. Bitkimiz məhv olur. İfadəmə görə üzr istəyirəm. Yəni çalışdığım qədər bu cür videolar paylaşacağam. İzləməyi unutmayın. Faydalı məlumatlar paylaşmağa çalışacağım. Əkdikdən sonra bu cür suvarma edirik. Mütləq suvarmaq lazımdır. Allah xeyrinizi versin. Səhifəni izləməyi unutmayın.